Salam, xoş gördük hər birinizi. Bugün Hüseyn Cavidin ana dramının təhlilini verəcəm. İnanıram ki, sizin üçün də bu faydalı olacaq. Ən əsas məqamları qeyd eləmişəm. Deməli, Hüseyn Cavid ana dramını 1910-cu ildə yazmışdır və əsər Dağıstan həyatından bəhs eləyir. Dramatik növdədir, göstərmə üsulundan istifadə olunub. Eyni zamanda bir pərdədən ibarətdir. Əsər bir pərdədən ibarətdir və dramaturgiya sayəsində ilk qələm təcrübəsidir Hüseyn Cavidin. Burada adət-ənənələr, hörmət, ehtiram, milli mənəvi dəyərlərə sədaqət hissi, eyni zamanda ananı intiqam hissindən uzaqlaşdırır. Bu məqamlar əsas yer tutur və Səlma ana maarifçi obraz deyil, yadda saxlayaq. Hətta onun ibtidai təhsili belə yoxdur. Biz onu harda görürük? Çünki o məktubu belə oxuya bilmir. Yəni məktubu oxutmaq üçün aparır. Yəni buradan da görürük ki, onun təhsili yoxdur. Yəni oxuya bilmir. Və Qanpolad son nəfəsində intiqam alınmamağını söyləyir. Bu ədəbiyyatımızda ilkdir, xeyr. İlk deyil. Çünki bu Müsibət-i Fəxrəddin əsərində də Fəxrəddin obrazı belə bir addım atır. Bu əsər 1910-cu ildə yazılıb. Müsibət-i Fəxrəddin isə ondan daha əvvəl yazılıb. 1856-cı ildə. Yəni bu ilk deyil. Əsas məqamlardan. Deməli, Qanpolad Səlma ananın yeganə övladı idi və həbsdə idi. Və 3 ay idi ki, ondan xəbər yox idi. Qanpoladın gəlmə xəbərini və yaralanma xəbərini hər ikisini İsmətin qardaşı Səlim verir. Evet, bu bir zəncir ki, heç qırılmaz. Bu fikir İsmətə məxsusdur. Orxan İsməti sevimli, parlaq ilana bənzədir. Deməli, kimdir bu? Orxan. İsməti sevimli, parlaq ilana bənzədir. Səlma ana oğlunu Yusif Peyğəmbərə bənzədir. Bu Heydər Babaya Salam əsərində də belə bir məqam var. Xain gərək həddin bilsin. Namərd izi yer üzündən kəsilsin sözləri burada ləzgi obrazına məxsusdur. Qanpolad əsərinin, yəni qəhrəmanı Qanpolad Orxanı və İzzəti öldürür. Yəni 3 nəfər gedir onun arxasınca öldürmək üçün. Orxan, İzzət, bir də Murad. Qanpolad Orxanla İzzəti öldürür. Murad isə Qanpoladı öldürür. Və Murad da bilirsiniz ki, gəlir gizlənmək üçün anadan yardım istəyir və ana ona yardım eləyir. Səlma ana Səlimə gümüş kəmər verir. Səlim İsmətin qardaşıdır. Xəbəri gətirdiyinə görə ona gümüş kəmər hədiyyə verir. Get vicdansız, kəndini qurtar yaşa. Ancaq vicdansızları bəslər dünya. Bu fikir, bu sözləri Səlma ana deyir, Murada deyir. 3 ay var ki, ana oğlundan məktub almırdı. Bəli, Qanpoladdan 3 aydı ki, məktub yox idi və o hardaydı? Həbsdə idi. Gəzdim, dolaşdım, uğradım hər elə, mən böylə bir qadın görmədim hələ. Bu da Səlimə məxsusdur. Səlma anaya yüksək qiymət verir və belə bir qadın görmədiyini bildirir. Ağlama heç kimsə qıymamış bana, düşmanım qanlı taleyimdir ana. Bu da Qanpolad son nəfəsində deyir, ana heç kim mənə qıymayıb, yəni, amma ona qıyan Murad idi. Və bu mənim taleyimdir, yəni taleyimdən razılaşır bir sözlə. İsmət Qanpoladın xəncəri ilə özünü vurmaq istəyir, bəli, yəni testlərdə düşür, Qanpoladın xəncəri ilə özünü öldürmək istəyir, ana mane olur. Qanlı bir canavar sağ buraxılmaz. Mən bir xainim öldürüm. Bu da Murada məxsusdur. O ananın böyüklüyü qarşısında yəni bir söz deyə bilmir və deyir ki, mən xainəm, məni öldürün. Ya Rəbb, nə bəxtiyar imiş ölənlər, bu da İsmətə məxsusdur bu fikir. Testlərdə düşür. Ana intiqamçı obraz deyil. Və bu ananın bu əsərdəki böyüklüyündən irəli gəlir ki, ana düşməni belə bağışlayır, yəni onun getməsinə şərait yaradır. Anaya oğlundan məktubu İsmət gətirir.
İsmətə isə Qorxmazın oğlu Müslüm gətirmişdi. Ana faciəsi Hüseyn Cavidin ədəbiyyatımızda xüsusi dəsti xətti olan dram əsərlərindən biridir və bildiyimiz kimi ilk dram əsəridir, ilk yazıya aldığı dram əsəridir. Səlma ana verdiyi sözə sadiqdir, qonaqpərvərdir, sözünə sonacan sadiq qalır. Bu qədər. İnanıram ki, sizin üçün faydalı oldu. Kanala abunə olmağı və şərh yazmağı unutmayın. Bir daha təşəkkür edirəm.